Salam, hər vaxtınız xeyir olsun, dəyərli şagirdlər, dəyərli abituriyentlər, dəyərli 9-cu sinif şagirdləri. Xoş gördük sizləri. Bugün 6 aprel tarixində deməli, OTK-nın və Müstəqil Qiymətləndirmə Mərkəzinin birgə təşkil etdiyi buraxılış sınav imtahanının suallarının izahına baxacağıq. Və izaha keçməzdən əvvəl onu da vurğulayım ki, dərslərimizə qoşulmaq istəyirsinizsə, videonun baş hissəsində yuxarıda nömrələrimizi görürsünüz. Gələn dərslərimizə qoşula bilərsiniz. Bu ildə əgər 11-ci siniflər varsa, sürət qruplarımıza, eyni zamanda sınaq qruplarımıza qoşula bilərsiniz və s. Əvvəlcə mən bu sınaqla bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. Bir neçə sınaqdır, ardıcıl eyni şeylər görürəm deyə. Artıq bu fikirləri burada söyləmək istəyirəm. Bəlkə ola bilsin ki, aidiyyatı, belə deyək də, təşkilatçılar bu fikirlərdən bir nəticə çıxararlar. Deməli, təqribən bir 15 illik də, belə deyək, təcrübəm var. Yüzlərlə deməyim, bəlkə minlərlə, 10 minlərlə şagird yetişdirmişik. Yəni, bütün Respublikanın hansı universitetinə əliniz uzatsaz, orada ən azı bir 3-4 şagirdimiz çıxar. Yəni, ən yüksək ballar belə və yaxud da, nə bilim, istənilən universitetdə və yəni var. İndi məsələ nədir? Deməli, mən sırf 9-cu sinif sınaqlarını, bu OTK-nın son 2-3 dənə sınavına baxıram. Həqiqətən də abituriyentləri, bilmirəm, abituriyent üçün hazırlanıb, yoxsa birinci suallar tərtib olunur, sonra mətnlər yazılır. Yəni, qəribə bir hal alınıb. Yəni, həqiqətən də bu fikirləri söyləmək istəmirəm, çünki bu sınağa həqiqətən çox böyük hörmətim var. Həm dövlətin bir balaca dövlət imtahan mərkəzində əlaqəsi var OTK ilə. Həm də ilk başlarda çox yaxşı idi. Yəni, hətta biz abituriyentlərimizə belə, məsələn, dəfələrlə tövsiyə eləmişəm. YouTube üzərindən də bilirsiniz, videolarımızın qabağında dəfələrlə demişəm, gedin, iştirak eləyin, özünüzü yoxlayın. Bugün də deyirəm, yəni sınağa getmək abituriyenti daha çox inkişaf elətdirir, təkmilləşdirir. Amma məsələ nədir? Təsəvvür edirsiniz, mən bu mətnləri oxuyuram. Bir mətni, düşünün ki, mən müəllim olaraq bu qədər təcrübə, milyonlarla mətn işləmiş adam, bir mətni 6 dəfə oxumuşam. Yəni, bir şagird, bir 9-cu sinif şagirdi niyə bu cür mətnləri yazmalıdır? Niyə bu cür suallarla qarşılaşmalıdır? İndi qarşıda görəsiz sualları, deyəcəm, konkret hansı suallardan söhbət gedir. Başa düşürəm, yəni bu, həqiqətən bu sınaq yaxşı sınaqdır. Sınaq olaraq dəfələrlə də bunu demişəm. Sadəcə bəzi sınaqlar var ki, hansı ki, mən heç onu YouTube kanalımızda görürsünüz, heç vaxt paylaşmamışam. Altından dəfələrlə uşaqlar yazırlar ki, müəllim, filan sınaq olub, bugün onu paylaşın. Çünki mənim o sınağın sistemindən ümumiyyətlə zəhləm gedir, sual qoyuluşlarından zəhləm gedir bir müəllim kimi. Amma bu sınaqlar çox yaxşıdır, mükəmməldir. Bütün Respublika bizə baxır. Eyni zamanda hər zamanda tövsiyə edirəm. Hər rayonda da var. Gedin, iştirak edin. Sadəcə sualların bəziləri çox, belə deyim, nəyə görə deyirəm? Yəni, o bəzi sınaqların adını çəkdim. Çünki burada görürəm ki, artıq bəzi suallar o sınaqlara bənzədilir. İki başlı, yəni heç bir əsası olmayan, mətndə cavabı olmayan. Yəni, filan kəs belə düşünüb deyə şagird onu mütləq düşünməlidirmi? Sual, məsələn, Dövlət İmtahan Mərkəzinin 20 sınaq mətni var, 20 sınaq mətn test toplusu var. Oradakı mətnləri oxuyur, şagirdlər işləyir, rahat, yəni demirəm, çətin sual olar. Çətin sual olsun, amma iki başlı, iki variantlı sual olmasın. Kifayət qədər iki başlı suallar var. Mən bugün rastlaşdım. Aidiyyatı orqanlardan əgər bizi dinləyən varsa, həqiqətən də bir əncam eləsinlər. Çünki bir neçə sınaq öncədə qrammatika sualları o gündə idi. Həqiqətən MİQ səviyyəli deyək. Yəni, 9-cu sinifin çərçivələrinə sığmayan suallar salmışdılar. Bugün də hətta mən bu mətnləri oxuya çox şükürlər elədim ki, dəfələrlə buraxılış, 11-in buraxılışına nə yaxşı belə suallar salınmayıb. İki başlı filan. Nə yaxşı 11-ci sinifə belə suallar salınmır. Hətta 11-ci sinifə, yəni deyirəm, nə yaxşı ki, onlara belə suallar salınmır DİM tərəfindən. DİM düzdür, iki başlı suallara yer vermir, amma lazım deyil də belə bu qədər iki başlı şeylərə yer vermək. İndi konkret suallar deyəcəm irəliləyən dəqiqələrdə. Birinci mətndə xüsusən daha çoxdur, ikinci mətndə o qədər də deyil. Deməli, baxaq uşaqlar, sualların izahına baxaq. Deyir ki, hansı nümunələrdə Y bitişdirici samitdir? Deməli,
Ağlayan. Bilirik də bu ağla sözün köküdür. An ən fe'li sifətdir, y bitişdiricidir. Güləyən sözündə gül sözün köküdür. Əyən leksik şəkilçidir. Burada deməli bitişdirici samiti yoxdur. Biri götürəcəyik burada cavab kimi. Sarıya. Deməli, ola bilər ki, deməli, sarı sözü, yəni sarı, sarmaq feili də düşünə bilərsiniz, rəng də düşünə bilərsiniz. Yönlük halda rəng kimi sarıya olanda A yönlük hal olur, Y bitişdirici olur. Və yaxud da kaş sarıya, yaramı sarıya, bu cürdə düşünsək, arzu şəklində olur feil, Y bitişdirici olur. Yəni istənilən halda bitişdiricidir. Külək sözündə, yəni bu k-nin y keçməsidir, küləkdir, yönlük halda işlənib, bunu götürə bilmərik. Xəstəlik sözündə də yenə hər hansı bitişdirici samit yoxdur. Cavab olacaq 1-3 Y variantı. Deməli, antonim olmayan sözlər hansı bənddə verilmişdir? Hamar, kələkötür, nadinc, sakit, bunlar bir-birinin antonimidir. Qaba, zərif, qaba kobud deməkdir, zərif incədir. Bacarıqsız, əksinə diribaş, bacarıqlı mənasındadır. Parıltılı, sönmüş sözləri də cavab burada. Sönmüş çünki deməli fe'li sifətdir. Fe'li sifətlə də parıltılı sifəti antonim olmaz. Antonimlər eyni nitq hissəsinə aid olur. Cavab C variantı. 3-cü suala baxaq. Hansı nümunədə köməkçi nitq hissəsi yoxdur? Uşağa iş buyur, dalınca yuyur, dalı ilə yuyur. Burada qoşma var. Yalanla dünyanı gəzmək olar, qayıtmaq olmaz. Yalan ilə dünyanı gəzmək olar. Burada da qoşma var. Sidq ilə dost olan, sidq ilə. Görürsünüz, burada da ilə var. Deməli, burada da köməkçi nitq hissəsi var. Sonra, bilərsiniz, daha doğrusu növbəti varianta baxın. Sözlə plov olmaz, yağla düyü gərək. Deməli, sözlə, söz ilə mənasındadır. Burada da qoşmadır. Sözün doğrusunu zarafatla deyərlər. Zarafatla deyərlər. Bunu yəqin ki, burada tam olaraq zərf kimi düşünüblər. Cavab Y variantıdır, amma yəni bununla da razılaşmıram ki, zarafat ilə də. Yəni, bu qoşmadır əslində burada. Bu heç zərf düzəldən şəkilçi deyildir. Amma testə görə götürürəm. Yəni, bunu cavab budur. Belə deyək. Bilərsiniz, sözünün səs tərkibi ilə bağlı səhv fikri müəyyən edin. Bilərsiniz sözü necə tələffüz olunur? Bilərsiz. Bu arada onu da deyim ki, mən həqiqətən bu kanalda həmişə xoşladığım sınaqları, önəmli hesab etdiyim sınaqları paylaşıram. Yəni, gərəksiz, lazımsız sınaqlar görə bilmərsiniz bu kanalda. Yəni, həqiqətən də bu sınaqlar çox yaxşıdır. Amma bəzi sualları bilmirəm necə tərtib edirlər, onları deyə bilmərəm. Deməli, 4 hecalı sözdür. Heca yazılış üzərində aparıldığına görə doğru fikirdir. Kar cingiltili samit cütlüyü işlənmişdir. Kar cingiltili samit cütlüyü bilirsiniz. S və Z var burada. Bu da doğru fikirdir. Ahəng qanunu gözlənilib. Ahəng qanunu gözlənilibmi? Təbii ki, hamısı incə saytlərdir. Həm qapalı, həm açıq saytlərdə var, görürsünüz. Qarşılığı olmayan 3 samit var. Baxın, tələffüzə baxırıq. 1, 2, deməli, yazılışda bu N samiti görürsünüz. Tələffüzə düşüb. Ona görə də 3 samit deyəndə biz tələffüzlə baxmalıyıq. Tələffüzdə yoxdur bu. Cavab Y variantıdır. 5-ci suala baxaq. Qərbdən dənizlə, şərqdən dağlarla əhatələnən kiçik şəhər gün doğanda ecazkar görünürdü cümləsindəki sözlərlə bağlı doğru fikri müəyyən edin. Deməli, burada bütün feillər quruluşca düzəltmədir. Burada feillər hansılardır? Biri ona baxaq. Əhatələnən sözüdür, doğanda sözüdür, görünürdü sözüdür. Əhatələnən sözü təhlildə əhatələ yoxdur, ləndi, əndə feili sifətdir. Görülmək sözü gör, görün, görünürdü. Və burada da doğ sözü, bir də anda, doğanda. Burada bu sadə sözdür. Quruluşca düzəltmədir, səhvdir. Sözləri əlaqələndirmək üçün 2 yerdə bağlayıcıdan istifadə olunub. 2 yerdə bağlayıcıdan istifadə olunub. Baxırıq, bu dənizlə və dağlarla deyir, bu qoşmadır. Yəni 2 dəfə bu işlənirsə, lə. Məsələn, qarşıma çıxımsan duzla, çörəklə. Bu tipdə 2 dənə ardıcıl sözdə işlənirsə, deməli bu qoşmadır, bağlayıcı deyil, bu səhvdir. Sifətlər adi dərəcədə quruluşca düzəltmədir. Sifətlər hansılardır? Kiçikdir və bir də
Başqa bir sifət yoxdur. Ecazkar sözü burada zərfdir. Ona görə bu yanlışdır. Kiçik də sadədir. Adlı halda olan bəzi isimlərə köməkçi nitq hissəsi qoşulub. Bəli, dənizlə sözünə və dağlarla sözünə adlı haldadır və köməkçi nitq hissəsi qoşma qoşulub. Düz deyir. Xəbər şəklində işlənən feil keçmiş zamandadır. Xəbər şəklində işlənən feil. Görünür indiki zamandadır. Görürsüz. Görünür indiki zaman idi hissəci ilə işlənib. Və cavab D variantı. Digər tərəfdə izah edəcəm. Bura biraz narahat oldu mənə görə. Buradan baxaq. Burada mətnlərə baxacağıq birazdan. Tamam, 6-cı sual. 5-ə baxdıq, eləmi orada? 6-cı suala baxaq. Eyni test daha, yəni bizi çaşdırmasın. Hansı nümunədə əvəzdən sonra vergül işarəsi deməli qoyulmalıdır? O bu sirri heç kimə demədi. Burada bu əvəzliyə gəlib vergül qoymaq olmaz ondan sonra. Gəlib bu cığırdan payız keçibdi. Nə əcəb payızın izi göyərir. Bu cığırdan, hansı cığırdan, hansı sualına cavab verirsə vergül qoyulmaz. O xatirə zamanla unuduldu. O xatirə, hansı xatirə? Burada da yenə hansı sualını vermiş oluruq. Sonra deyir ki, bu təlatümlü qəribə bir gün idi. Gün idi, deməli, nə bu? Baxın, özündən sonra da vergül qoya bilərik. Çünki feil yox, əvəzlik yox, köməkçi nitq hissəsi falan yox. Deməli, düzgün cavab D variantıdır. Hər kimdə ki vardırsa ağıllıq cövhəri, o bacarır hər işi. Odan sonra feil gəldiyinə görə burada da qoymaq olmaz. Deyir ki, asılı tərəfi feillə ifadə olunmuş söz birləşməsini müəyyən edin. Burada da asan bir sualdır. Söz birləşməsi deyirsə, söz birləşməsi qazıb çıxarmaq. Bax, bu ifadəyə baxsaq, qazıb sözü deməli feildir. Asılı tərəf birinci tərəfdir. Deməli belə, yalnız mübtəda xəbərdən ibarət cümləni müəyyən edin. Güclü insanlar həmişə sadə olurlar. Nə edirlər? Sadə olurlar. Kim insanlar? Hansı insanlar güclü? Burada görürük ki, nə zaman həmişə ikinci dərəcəli üzlər var. Kitabsız bir ömrün nə mənası var? Nə deməli var? Nə? Ömrün mənası, hansı ömrün kitabsız? Bunda da ikinci dərəcəli üz var. Həqiqətə gedən yol səhvlərdən keçir. Nə edir? Keçir. Nə? Yol, hansı yol həqiqətə gedən, nədən keçir? Burada da ikinci dərəcəli üzlər var. İnsanı həyata bağlayan onun gözəl cəhətləridir. Nədir? Onun gözəl cəhətləridir. Xəbər nə? İnsanı həyata bağlayan. Deməli, mübtəda və xəbərdən ibarətdir. Cavabımız D variantıdır. Yumor, zarafat arxasında gizlənən ciddilikdir. Nədir? Ciddilikdir. Nə? Yumor. Necə ciddilikdir? Zarafat arxasında gizlənən. Burada da ikinci dərəcəli üzv var. 9-cu suala baxaq. Əsas vəzifəsi nümerətif söz olan nümunənin işləndiyi cümləni müəyyən edin. Əsas vəzifəsi nümerətif söz olan cümlə. Deməli, burada bir cüt bulağım var. Burada elə cüt sözü əsas vəzifəsi nümerətifdir. A variantıdır. Burada 3 addım yoldur. Addım sözünün əsas vəzifəsi isimdir. Sözlərdən 2 damla. Damla da isimdir. Bir ağız ağla. Ağız burada ümumiyyətlə götürmək olmaz sayılan isimlər arasında. Burada nümerətif yoxdur. Deməli, mən indicə bir stəkan su içdim. Stəkan da burada əsas vəzifəsi isim olmaqdır. Cütdür, deməli, dənədir. Bax, bu tipli sözlər cüt, dənə, dəst və s. Bax, bu tipli sözlər daha çox nümerətif kimi işlənir. Elə A variantı cavabdır. Mürəkkəb cümlənin tərəflərindən biri səbəbi, digəri isə onun nəticəsini bildirir. Əvvəl sakit görünən hava birdən deməli qarışdı. Burada qoşu nöqtələrdən elə bilmək olar ki, bu səbəb nəticə deyil. Səbəb nəticənin arasında qoşu nöqtə qoyulmur. Aydınlaşdırmadır. Orxan soruşmur. Mən özüm bunları ona danışıram. Amma artıra bilərik. Amma. Bu da qarşılaşdırmadır. Adamlar şənlənir, bayram tonqalları alovlanır. Bayram tonqalları alovlanır. Burada da səbəb nəticə yoxdur. Eyni zamandır. Xəbər eşitdi, minnətdarlıq hissi ürəyinə yayıldı. Baxın, deməli, minnətdarlıq hissi ürəyinə niyə yayıldı? Çünki xəbərdarlıq eşitmişdi. Səbəbi birinci cümlədə var. Burada da təhlil eləsək, nə etdi? Yayıldı. Nə etdi? Ürəyinə yayıldı. Nə? Minnətdarlıq hissi. Eşitdi nəyi xəbəri? Yəni, cümlələrin ayrı-ayrı mübtəda. Birincinin mübtədası yoxdur, ikincinin mübtədası birdir. Ortaq mübtəda yoxdursa, mürəkkəb saya bilərik. Cavab Y variantı. İndi gələk mətnlərə. Baxın, mətni mən burada belə bu formada saxlayıram.
bu formada iceberg mətnidir. Hətta coğrafiya müəlliminə də zəng eləmişəm müəyyən şeyləri öyrənmək üçün bu mətni yazarkən bu arada. Sağ olsunlar, Azərbaycan dilindən başqa hər şeydən yazıblar mətndə. 11-ci suala baxaq. Üzərində rəqəm yazılmış sözlərdən məcazi mənada olanı müəyyənləşdirin. Rəqəm yazılmış sözlərə baxırıq. Qütblərə sözüdür, məcazi deyil. Parçalanan sözüdür, buz parçalanması, bu deməli parçaları. Buz parçaları deyilsə burada ola bilər, həqqi mənadadır. Sonra üçüncü sözümüz hansı sözdür? Deməli, buzlar ağırlaşaraq, burada da həqqi mənadadır. 4-də nə deyir? 4-də buzun sıxlıq deməli isimdir. Burada da buzun sıxlığı ola bilər, həqqi mənadadır. Deyir, bir icebergin ortalama ömrü. Icebergin ömrü deməli məcazi mənadadır. İnsanın ömrü həqqidir, icebergin ömrü məcazi. Deməli 5-dir. Növbəti suala baxaq. Növbəti suala. Biz bura mətnləri belə qoyuram. İstəsəz belə oxuya bilərsiniz, ekranı saxlayıb oxumamışsınız. Bir də ekranı yaxınlaşdıra da bilərsiniz, yaxından baxa bilərsiniz. Deməli, mətnə əsasən belə hökm vermək olar. Iceberglərin sabit sürət həddi yoxdur. Bəli, burada deyir ki, bax, bu abzası oxusaz görərsiniz ki, sabit eyni sürətdə getmir. Fərqli sürətlərdədir. Ən sürətlisi 7 km gedir saata. Deməli, iceberglərin sabit sürət həddi yoxdur. Elə cavab variantı olacaq. Iceberglərin yaranması havaların soyması ilə nəticəsində baş verir. Bunu deyə bilmərik. İstiləşmə də səbəb olur. Iceberglərə bütün okeanlarda rast gəlmək mümkündür. Buna da demək olmaz. Əsasən bu deməli buzlaq örtüyünə malik olan yerlərdə olur daha çox. Dənizdəki bütün buz parçaları icebergdir. Xeyr, başda verib ki, 30-50 metr aralığında olmalıdır qalınlığı və s. Ölçülər verilib ki, ona iceberg deyilir. Artıq deməli gəmilərin iceberglə toqquşması baş vermir. Bunu da demək olmaz. Çünki ola bilər. Yəni düz tədbirlər görülüb, amma ola bilər. A variantı. Mətn əsasında ehtimal etmək olar. Beynəlxalq buz deməli patrolu qəzaların qarşısını almaq üçün yaradılıb. Bu faktdır. Baxın, görün burada deməli bunu deyir, qarşısını almaq üçün yaradılıb. Burada deyir onu. Sonra insanların istifadə etdiyi şirin suyun çox hissəsi iceberglərdən alınır. İnsanlar istifadəsi ilə bağlı burada hər hansı bir şey yazmayıb. Ona görə bu yanlışdır. Bunu heç ehtimal etmək olmaz. Icebergdəki şirin su ehtiyatından istifadə o qədər də asan deyil. Əlbəttə ki, asan deyil. Bunu biz ehtimal kimi düşünə bilərik. Son illər iceberglərin yaranması prosesi sürətlənmişdir. Baxın, bu da mətndə konkret belə bir şey yoxdur. Yəni ki, demir belə bir cümlə. Məsələn, görürsünüz, bunun qarşı altına xətt çəkildi. Bu fakt var da, burada deyir qarşısını almaq üçün. A variantını. İllər deyir, icebergin yaranması prosesi sürətlənmişdir. İstiləşmə falan var. Icebergdə yəni parçalanması, o böyük buzdağların bir növ okeana düşməsi istiləşmənin də nəticəsində ola bilər. Yəni bu demək olar ki, baxın, ikinci bir ehtimaldır. Icebergin yaranması prosesi sürətlənmişdir. Bu ola bilər ki, istiləşmə prosesini görürsünüz. Məsələn, iqlim dəyişikliyi məsələsi. Lap birinci abzasda da var idi burada. İqlim dəyişikliyi falan. Bu ola bilər. Əslində ikinci ehtimal cavabı budur, amma mən birini götürəcəm təbii ki. C-ni götürürəm. Həmişə kimi burada yəni görürsüz problemli məqamlar bunlardır. Niyə belə bir şey verirlər axı? Yəni konkret cavab ver də. Dövlət İmtahan Mərkəzi nə cür suallar salır? O cür suallar salmaq lazımdır. Iceberglərin görünən hissəsi gizli təhlükə hesab olunmur. Görünən hissə bəli, gizli təhlükə hesab olunmur. Çünki icebergin digər hissəsi gizli təhlükədir. İndi məsələ nədir? Burada belə bir şey yazıb. Baxın. O deməli deyir ki, məhz suyun altında qalan, yəni görünməyən hissəsi onun gizli təhlükə halına gəlir. Baxın, dedimi? Suyun altında qalan hissəsini gizli təhlükə sayır. Mən ehtimal edə bilərəm ki, suyun üstündə qalan hissə də gizli təhlükə deyil. Sən bunu mənə mətnindən göstərə bilərsən? Yox, təbii ki, göstərə bilməyəsən. Çünki yoxdur ki, icebergin çöldə qalan hissəsi təhlükədirmi, ya yox?
Amma mən ehtimal edə bilirəm ki, həqiqətən də bu icebergin çöldə qalan hissəsi təhlükə deyil deyə düşünə bilərəm, ehtimal edə bilərəm. Çünki burada alt hissəsini verib ki, alt hissəsi təhlükədir. Deməli belə düşünə bilərəm. Mətndə verməmisən ki, üst hissəsi təhlükədir. Təhlükə deyil. Verməmisən, düzdür? Deməli mən bunu da düşünə bilərəm, düzdürmü? Və nədir? Sual görürsüz, problemli sualdır. Şirin su ehtiyatlarını istifadə etmək o qədər asan deyil. Asan deyil də düşünə bilərik, çünki okeanda o boyda buzdağını hara gətirək? Yəni bu coğrafiyadan da oxuyanlar bilinir ki, ondan istifadə etmək o qədər asan bir şey deyil. Nədir bilmirəm də, cavab indi nə çıxararlar özləri bilsin. Keçək növbəti sualımıza. Mətn əsasında iceberglə bağlı hansı hadisənin səbəbini müəyyən etmək mümkün deyil? Yaxşı, biri də bu sualın. Bax, problemli sual biri də bu. Bir nəfər desin ki, mənə sən səhv deyirsən. Mətn əsasında iceberglə bağlı hansı hadisənin səbəbini? Təhlükə mənbəyi hesab olunmasını başa düşdük. Gəmilərlə toqquşa bilər filan, burada verib onu. Yaranmasının səbəbini də burada deyir. Burada iki səbəb var. Buzlaqlar ağırlaşaraq yerin cazibə qüvvəsi nəticəsində aşağıya. Bunun da səbəbi var. Şirin su toplamasının. Baxın, hardan biləcək ki, şirin sunu necə toplayıb? Axı, burada yoxdur. Mətndə yoxdur bu. Mətndə yoxdur ki, bu şirin sunu necə toplayır? Elə bir şey yoxdur. Oxuya bilərsiniz, baxa bilərsiniz. Tapsaz mənə də deyin ki, mən də bilim. Yoxdur, şirin su toplamasının səbəbi yoxdur. Niyə şirin suludur? Bax, burada yazıb ki, şirin su ehtiyatını özündə toplayır. Niyə toplayır? Nə səbəbə toplayır şirin su ehtiyatını? Bu yoxdur. Qütblərdə formalaşmasının səbəbi, bu da əslində konkret bir şey yoxdur mətndə, amma qütblər soyuq olur deyək, onu deyə bilərdi mətndə. Hər hansı bir deyədə qütblərin soyuqluğu haqqında, buzlaqların oradan niyə yaranması haqqında bir şey yoxdur əslində. Eyb yoxdur, biz özümüz bilirik ki, qütblər soyuqdur, bunu çıxdıq cavabdan. Əsasən yaz aylarında formalaşmağa başlamasının. Baxın, burada deyir ki, baxın, əsasən yaz aylarında formalaşır, şirin su ehtiyatlarını özündə toplayır. Və deməli biz yaz aylarında formalaşmasının səbəbini hardan biləcəyik? Niyə yaz aylarında formalaşır iceberglər? Bir abituriyent bu mətni oxuyanda bunu burada görə biləcəkmi ki, niyə yaz aylarında formalaşır? Yəni, səbəbi nədir bunun? Yox, görməyəcək. Məsələn, ola bilər bu yağış suları daha çox yaz aylarında olur və yaxud da ki, istiləşmə olur, parçalanma, belə deyək də, daha doğrusu parçalanma prosesi yaz aylarında, yay aylarında daha çox olur. Bununla bağlıdır. İstiləşmə ilə bağlı. Amma burada elə bir şey göstərmir axı ki, bax, yaz aylarında niyə formalaşıb bu iceberg? Məsələn, bunu cavabı götürürəm, amma sual da qoyuram, nə çıxararlar özləri bilər. Hansı nümunə nöqtələrin yerinə əlavə edilsə, altına xətt çəkilmiş cümlədəki fikri izah edər? Bu, deməli, altına xətt çəkilmiş cümləmiz budur. Yaxşı ki 11-lərə buraxılış imtahanında belə mətnlər, bu cür suallar qoyulmur. Düşünün ki, buraxılış imtahanını uşaqlar çıxırlar, özünüz bilirsiniz, YouTube-da da izah eləmişəm. Uşaqlar çıxırlar, mətnləri gətirirlər, bir dəfə baxıram mətnə, oxuyuram, sualları da bir dəfə baxıram, mənim yarım saat yox, 15 dəqiqə, 20 dəqiqə vaxtım alır da. Düşünün ki, bunun üstündə bəlkə 6 dəfə bir mətn oxumuşam da, yəni özünüz fikirləşin. Yaxşı ki, belə suallar salınmır Dövlət İmtahan Mərkəzi tərəfindən. Hansı nümunə nöqtələrin yerinə, özü hələ 9-cu sinifdir bu, 9. Nöqtələrin yerinə əlavə edilsə, altından xətt çəkilmiş cümlədəki fikir izah edilir. Elə A variantıdır burada. Məhz su altında qalan, yəni görünməyən hissə onları gizli təhlükə halına gətirir. Okeanlarda üzən gəmilərin belə iceberglərlə qarşılaşması böyük qəzalara səbəb ola bilər. Bu izah edə bilər ki, niyə də, yəni təhlükə niyə olur? Elə A variantıdır. Digər suallara baxaq. 16-cı sualda deyir ki, hansı yeni fikirləri mətnə əsaslanmaqla təsdiq etmək olar? İndi bax, suallardan biri də bu. Deməli, Grenlandiya adasının ortalama buz örtüyünün qalınlığı 3000 metrə yaxındır. Sonra Şərqi Antarktida 31.000 iceberg müşahidə edilir. Bunu hardan biləcəyik ki, belə bir şey yoxdur. Iceberglərin suyun üzərində təxminən 10% görünür. Bəli, burada deyir ki, bunu özümüz tapa bilərik mətnə əsasən. Təxminən 90% suyun altında olur. Deməli, 10% qıraqda qalır da. 100%-in 10% qıraqda qalır. Biri 3-dür cavabımızın.
Ərimə zamanı aysberqlərin içindəki minerallar suya qarışır, dəniz canlılarına qida verir. Bunu biz deyə bilmərik, hər hansı mətndən bunu əsaslandıra bilmərik. Əgər qlobal istiləşmə bu templə davam etsə, aysberqlərin sayı azala bilər. İndi məsələ burada, baxın, aysberqlərin sayı azalacaqmı, artacaqmı? Bununla bağlı heç nə yoxdur. Çünki istiləşmə olanda aysberq qopub, böyük buz parçaları qopub dənizə də düşə bilir. Dənizdə eynən əriyə də bilir. Yəni bir tərəfindən aysberqlər buzlardan qoparaq sayı artır, bir tərəfdən də əriyir dənizdə. Belə deyək. Öz bilimimizə əsasən deyirik, mətndə yoxdur heç o da. Və s. İndi bunu belə çıxaq qırağa. Deməli deyir ki, templə davam etsə aysberqlərin sayı azala bilər. Bunu biz hansı faktla göstərik? Bax, burada deyir ki, müasir qloballaşma, istiləşmə səbəbindən aysberqlərin sayı, ölçüləri sürətlə dəyişir. Artırmı, azalırmı? Bundan bağlı bir şey demir. Aysberqlərin sayı artır ya da azalır. Eybi yox, 5 götürdüm də. Niyə? Çünki Qrenlandiya adasının ortasında buz örtüyünün qalınlığı mən dəqiq bilirəm, təxminən məncə belə bir şeydir. 3300 metrə yaxındır, buna yaxın olmalıdır. Burada da 3000-ə yaxın deyir. Plus da Qrenlandiya adasının burada buz örtüyündən danışmır. Burada bax, bir aysberqin ortalama örtüyü deməli 3000 il olur deyir. Bu da ömrüymüş. Başqa şey yoxdur burada. Bircə dəqiqə. Yəni nəysə ki, konkret Qrenlandiya adasından bağlı bir şey deyə bilmərik burada. Oranın ölçüsü, qalınlığı ilə bağlı heç nə verməyib. Məsələn, burada verib, bilmirəm. Burada da belə bir şey yoxdur. Ona görə mən 3-5 götürürüm. 5 də dediyim kimi, 5 də o qədər dəqiq deyil. Bilmirik, istiləşmə nəticəsində aysberqlərin sayı azalır, yoxsa artır. Bir tərəfdən artır, bir tərəfdən azalır. Yəni dəqiq cavab deyil də, belə deyək. Təsdiq edəcək bir fikir deyil 5. Məcburən götürürəm. Məcbur qala-qala test götürürük, cavab götürürük. Gül kimi Dövlət İmtahan Mərkəzi həqiqətən elə suallar qoyur ki, sən o mətni yaxşı oxuyursansa, artıq sualları cevablaya bilirsən. Yəni, xahiş edirik həqiqətən də, yəni bu sınavın həqiqətən də mənim çox böyük hörmətim var. Mən sevmədiyim sınağı paylaşmıram. Bizə yüzlərlə abituriyent baxır, hamısına tövsiyə edirəm geçsin. Amma biraz normal suallar olmalıdır ki, abituriyentlər, yəni cavabı olan sual olsun da, cavabı olan. Çətin sual olsun, amma cavabı olsun. Yerinə daha uyğun gəlir bu işarənin yerinə. Baxaq, bu prosesə buz doğuşu deyilir, deyə bilərik. Yəni, B variantı olacaq. Hansı plan bəndi mətnin yalnız əsas hissəsinə aiddir? Deməli, baxaq, burada böyük buz parçaları onsuz da mətn boyu danışır. Əvvəldə də var, girişdə də var buz parçaları, yəni deyir. Burada böyük buz parçaları əsas hissədə də çoxdur. İstiləşmənin aysberqin yaranmasına təsiri. Bundan da danışır. Aysberqlərin ölçüləri. Ölçülərlə burada da var. Eynən mətnin başqa yerlərində də var ölçüləri. Bax, burada da var. Bu altına xətt çəkdiyim yerdə. Bu hissədə. Burada. Deməli, bu da əsas hissədə də var, girişdə də var idi. Deməli, şirin su mənbəyi. Şirin su mənbəyi lap giriş hissədə var. Şirin su ehtiyatları. Bir də nəticədə var idi şirin su ehtiyatlı mənbəyi. Bunu da çıxırıq. Aysberqinin yaranma yolları bir dənə girişdə verilib. Bunu götürə bilərsiniz. 19-cu sualda qarşısına işarələr qoyulmuş sözlərin yerinə görə əvəz edə bilən nümunələr. Qarşısına işarə qoyulmuş üzən, buna hərəkət edən, gəzən deyə bilərsiniz. Sonra ikinci çatlardır. Məsələn, çatlar deyil, buzlaqlarda çatlar yaranır, qırıqlar yaranır. Qırıqlar deyə bilərik və s. Mətnin əsasında Titanik hadisəsinin insanlar nəticə çıxarıb hökmünü əsaslandıran fikir yazın. Deməli belə, Titanik hadisəsindən insanlar nəticə çıxarıb. Bunu da görürük biz mətndə. Burada deyir ki, beynəlxalq buz patrulu yaradılıb. Bunu yaza bilərsiniz elə, beynəlxalq buz patrulu yaradılıb. Bura yazsaz düz olacaq cavabınız. Nəticə çıxararaq onu yaradıblar. Növbəti ikinci mətnə baxaq. İkinci mətn belə bir mətndir. İstəsəz, bax, bu cür qoyuram mətni. Yaxınlaşdırıb oxuya bilərsiniz. Deməli, baxaq suallara. Giriş hissəsi əsasında müəyyən etmək olar. Mətnin giriş hissəsi haradır?
Deməli, təxminən bu hissədir. Buradır. Hadisənin uşaqlıq illərində baş verdiyini müəyyən etmək olar. Burada deyir ki, mən kənddə yaşayan imkanlı qohumların himayəsində böyümüşdüm. Tərbiyəçilərimdən biri müəllimim İvan Yakovloviç idi. Və həmin vaxtlar həyatımda, həmin vaxtlar deyir, yəni indiki vaxtdan əvvəldir, uşaqlıq illəridir. Lap elə bəlkə də indi də uşaqdır. Yəni, amma uşaqlıqdan danışır da burada. Deməli, əsas qəhrəmanın xarakterini biz giriş hissəyə əsasən müəyyən edə bilmərik. Mətndəki müəllimə münasibəti də bilmərik. Mətnin bir uşaq tərəfindən yazıldığını. Məsələn, giriş hissədə görürsünüz, öz adından danışır uşaq. Amma bu uşaq tərəfindən yazıldığını bilmirik də. Bu böyüyüb sonra bəlkə böyük yaşlarında yazıb. Onu da dəqiq deyə bilmərik. Problemin mahiyyətini, oradan da problemin mahiyyətini anlaya bilmirik. Deməli, A variantı olacaq. Mətndəki problemlərə aid edilə bilməz. Mətndə problemlərdən baxın. Deməli, Kostyanın haqsız cəzalanması problemi var idi. Uşaqların lazımı anda susub həqiqətləri gizlətmələri problemi var idi. Qubernatorun arvadının qəddarlığı. Biz qəddarlıq falan görmürük bu qubernatorun arvadında. Sadəcə olaraq qubernatorun arvadının özü ürəyi gedir. Ürək getməsi tutub, əmim də çox əsəbləşib, müəllimi qapıdan qovub. Yəni, əmi eləyir burada, arvadının ürəyi gedir də sadəcə. Neynir ki o? Yazıq. C variantı. Müəllimin işdən qovulmasını görürük, problemdir. Gavalı ağacının sındırılmasını da problem hesab edirik. Bunlar problemlərdir. C variantı problem deyil. Tünd qərərlərlə verilmiş fikirlər hansı nümunə ilə qüvvətlendirilə bilər? Burada deyir ki, tünd qərərlərlə verilmiş hissədə. Deyir, belə bir şeyə necə and içə bilərsiniz? Görün, bir yalandan nə qədər pislik törədi. Deməli, ədalət ancaq həqiqətdən doğa bilər də. Yəni, yalan düzgün deyil, həqiqət demək lazım idi. La variantı uyğun gələcək, digərləri uyğun gəlmir. Altına xətt çəkilmiş fikirlər əsasında müəllim haqqında belə nəticə çıxarmaq olmaz. Altına xətt çəkilmiş, baxırıq bura. Deyir, bağışlayın xanım, sizin oğlunuz zəif xarakterlidir, onun düzəlməyinə kömək edin, yoxsa pis insan olacaq. Deməli, adam hörmətlə yanaşır da, yəni hörmətlə fikrini ifadə edir. İnsanlığa böyük dəyər verir, tərbiyənin gücünə inanır, bəli, ona görə belə deyir, deyir ki, düzəltməyə kömək edin. Fikrini eyhamla bildirir, eyhamla deyil, yəni kinayə ilə bildirmir. Burada kinayəli bir şey yoxdur, yəni normal şəkildə fikrini bildirir. Fikrini səmiyyətlə ifadə edir. Bu da düzdür, yaxşı pedaqogdur. Bunu da deyə bilərik. 25. Mətndəki nöqtələrin yerinə hansı daha uyğun sözü müəyyən edin. Nöqtələri görürsünüz burada. Əla uşaqlar. Əla. Bilsəniz bu an mənim üçün nə qədər fərəhlidir deyə bilər də. Sevinir, əla falan deyirsə, deməli fərəhlidir deyəcək də. Digərləri uyğun gəlir. 26-ya baxaq. Obrazların xarakteri xüsusiyyətləri əsasında Venn diaqramındakı doğru fikirləri müəyyən edin. İvan Yakovloviç, bir də dayı. İvan Yakovloviç müəllim idi, humanist deyə bilərik. Dayıya bunu deyə bilmərik. Düzgün tərbiyəni hər şeydən önəmli sayan da İvan Yakovloviç idi. Ədalətli olan dayı haqqında ədalətli demək olmaz ortaq cəhət kimi. Çünki elə bir dəfə soruşdu və qərar çıxardı buna görə. Həssasdır. Dayı həssas deyildi. Səbirsiz idi. Tez qərar verirdi. Bax, bunu deyə bilərik. 1-2-5 variantı. Hansı sualın cavabını ehtimalla əsaslanır? Bax, bu da sual deyil də. Hansı sualın cavabı ehtimalla əsaslanır? Konkret cavabı olanları deməlisiniz. Bir dənəsə ehtimalla əsaslanır. Uşaqlar niyə müəllimi sevirdilər? Yəqin ki, yaxşıymış. Yəni, burada hər hansı bir uşaqların müəllimi sevməyi ilə bağlı cümlə tapa bilmərsiniz ki, amma görürsünüz də, hərəkətlərindən görürsünüz ki, onu sevir, müəllimi sevirlər. Amma konkret hər hansı bir niyə sevdiklərinə bağlı bir şey yoxdur. Deməli, bu ehtimaldır. Cavabın biri bu olsun. Müəllimin qovulmasının əsl günahkar kim idi? Bunu da bilirik ki, o uşaq idi. Deməli, qubernatorun arvadı, qubernatorun uşağı. Dayı ağacın qırılması ilə bağlı haqlı hesab çəkərkən deməli, qonaqlar çıxıb getmişlərmi? Yox. Çünki sonradan müəllim hələ o qubernatorun arvadından danışır. Ona görə bunda konkret cavabı var. Ehtimal deyil. Dayı məsələ ilə bağlı niyə məhz Kotyanı çağırdı?
Amma bu ehtimalın biri də budur. Niyə çağırdı? Konkret niyə çağırıb deyə bilərsiniz. Mətndə hansı cümləni göstərə bilərsən ki, yəni onu konkret niyə çağırıb? Bax bu hissədədir. Bax onun çağırması. Deyir ki, axşam bağçaya girən dayım qırılmış budaqları gördü. O günahkarı yaxşı bir dərs verməyə hazırlaşdı. Bağbanın oğlu Kostyanı çağırıb soruşdu. Niyə məhz Kostyanı çağırdı? Niyə o birilərini çağırmadı? Yoxdur mətndə, amma biz ehtimal edə bilərik ki, Kostya bağbanın oğluydu. Bəlkə ona görə çağırıb. Ki, bağbanın oğludur da, bu ağac da qırılıb, bəlkə bağbanın oğlu bağda olar və s. Yəni, bunu konkret bir cavab vermək olmaz, amma ehtimalla cavab verə bilərlər. Məsələn, deyər ki, bağbanın oğluydu. Mən belə ehtimal edirəm. Buna nətər deyə bilərsən ki, yanlışdır. Ehtimalım da, ehtimal. Adı belində ehtimaldır. Nəysə, cavab biri də bu ola bilər. Qubernatorun oğlu necə tərbiyə olmuşdu? Bunu da bilirik ki, pis tərbiyə olmuşdu. Nəysə, A deyirəm, amma D-ni də götürə bilərlər. Günümüzə baxında təsəvvür edin, test izah edirik. Heç bir şey düzgün deyil. Keçən dəfə də belə suallar vardı. Sadəcə adam səbirsizləşir, belə şeylər görür. Üzərində rəqəm yazılmış sözlərlə bağlı doğru fikirləri müəyyən edin. Baxırıq sözlərə. İmkanlı qohumun himayəsində böyümüşdüm. Himayə havadarlıq deyil. Havadarlıq kiməsə tərəf çıxmaqdır. Himayə onun, belə deyək də, dəstəyidir himayəsində. Dəcəl mənasındadır. Deməli, Dəcəl 2-yə baxırıq. Ərköyün sözə baxmaz oğlu. Deməli, Dəcəl deyə bilərik də bu ərköyün sözünə. Bu kontekst daxilində. Əslində, onlar da heç məna cəhətdən eyni olmasalar da kontekst daxilində olar. 3-də deyir ki, 3-də boynuna götürdü, öhdəsinə götürdü ifadəsilə əvəz edilə bilər, düzdür. Sonra 4-də rüsvay etməmək üçün susurduq. Biabır etməmək ifadəsilə əvəz edilə bilər. Sonra deyir ki, burada 5. Deyir ki, İvan Yakovleviçin halına çox acıyırdım, heyfslənirdim. Sözü kontekstə daha uyğundur. Xeyr, daha uyğun deyil, əvəzləmək olar, amma daha uyğun deyil. Və cavab olur B variantı. Sonra deyir ki, qarşısına işarə qoyulmuş sözlərin məcazlik və əqlilik baxımından fərqli mənada işlədi. Deməli, qarşısına işarə qoyulmuş budur. Gavalı ağacını kim sındırıb? Sındırıb sözü, deməli, həqqi mənadadır. Məsələn, deyə bilərsən, o mənim qəlbimi sındırıb. Sonra, növbəti sözümüz hansıdır? Üçbucaq. Deyir ki, necə edəcəyimizi bilmədiyimizdən donub qalmışdıq. Burada donmaq məcazi mənadadır. Deyə bilərsiniz ki, soyuq olduğundan su donmuşdu. Su donmuşdu həqqi, adam donub qalmışdı məcazi. Sonra, burada deyir, cədvəli tamamlayan fikirlər yazın. İvan Yakovleviçin uşaqlara münasibəti. Onlarda gözəl xüsusiyyətləri görmək istəyir. Bax, görürsünüz, burada hətta onları yalan danışdığına görə yaza bilərsiniz. Yalan danışdığı üçün onlara tənbih edir. Tənbih etmirik, daha doğrusu ağlayır. Deyir ki, niyə yalan danışırsınız? Burada haradaydı? O hətta ağlamağa başladı və s. Xeyli gözləyib. Sonra deyə bilərsiniz ki, uşaqlara münasibəti yaxşı xüsusiyyətlər görmək istəyir. Elə buna yaza bilərsiniz, altından xətt çəkilmiş fikri ki, o, deməli, həmin o qubernatorun arvadına deyir ki, yəni onun gələcəyi pis ola bilər. Görürsən ki, həqiqətən də gözəl görmək istəyir onları. Onu da yazmaq olar. Hətta sonra burada deyir ki, gözləri yaşarmış, bizi qucaqlamaq üçün qollarını açmışdı. Bu da əslində müsbət şeydir, amma daha çox bu qubernatorun oğluna görə verdiyi məsləhət, bir də bunların yalan danışdığını işləndə o pis olması. Onu yaza bilərsiniz. Bu qədər uşaqlar, uğurlar hər birinizə.